sosial şəbəkələrdə belə təbliğatlar aparırlar ki, güya Xamenei deməsəydi, hər hansı bir şəhid olmayacaqdı. Əlbəttə olmayacaqdı. Bizim Qarabağdakı haqq mübarizəmizin haqq olduğunun ən böyük subutlarından biri və bəlkə də bir nömrəlisi Qarabağ döyüşünün İslami şəhadət çöhrəsi almasıdır. Bu rəngə boyanmasıdır. Bunu da Ayətullah Ruzma Xamenei təmin etdi. Öz fikri, belə deyək, məbnasına, istinbatına, istihadına əsasən bunu qabartmaq, şişirtmək, bunu sanki siyasi məğlubiyyət kimi nəzərə vermək, mənə elə gəlir ki, bütün bunlar ya bilərəkdən ya da bilməyərəkdən məqsəd yönlü təbliğatlardır və qətiyyən qəbul edilir. Yalanı ancak Allah'ın ayetlerine inanmayanlar uydurur. İşte onlar yalancı olanlardır.